Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə 9-cu siniflər üçün olan 20 sınaq vəsaitindən sınaq 4-ün izahına baxacağıq. İlk sualdan başlayaq. Yanlış fikir müəyyən edin. Oxunası sözü inkarda işlənə bilər. Oxunası sözü gördüyünüz kimi feilin lazım şəklindədir. Və lazım şəklində olduqda biz bunu nə etməliyik? İnkarda işlədərkən deyil hissəciyindən istifadə edəcəyik. Yəni, məsələn, oxunası deyil. Bu kitab oxunası deyil. Burada artıq mamədən istifadə edə bilmirik, lakin inkarda işlətmək üçün başqa bir növdən istifadə edirik. Almayasız sözü lazım şəklində deyil. Lazımın şəkilçisi asəsidir. Baxaq. Ma inkar, almaya, arzu şəkli, sınız şəxs sonluğu. Bəli, bu arzu şəklindədir. Məsələni biz danışaq cümləsində feil iki şəkildə düşünülə bilər. Danış sözün kökü aq bütöv olsa, feilin əmr şəkli olacaq. A arzu şəkli q şəxs sonluğu da ola bilər. Yerinə görə iki şəkildə düşünülür. İzləmək və gözləmək sözlərinin quruluşları fərqlidir. İz, izlə. Göz, gözlə. Eyni zamanda başdan başlamaq da yaranır. Burada fikir versəniz, lalə leksik şəkilçisi mövcuddur. Lalə leksik şəkilçisi adlara qoşularaq feil düzəldir və nəticə etibarilə bu sözlərin quruluşları nədir? Düzəltmədir. Amma sizə yazıb ki, fərqlidir. Deməli, bu səhvdir. Açıldı sözü iki qrammatik məna növündə işlənə bilər. Bir deyə bilərik ki, məsələn, gül açıldı. Bir də deyə bilərik ki, qapı açıldı. Gül açıldı desək, bu qayıdış. Qapı açıldı desək, bu nə olacaq? Əlbəttə ki, məchul. Şəkilçidə ıldı. Gül öz üzərində icra edir bunu. Qapını isə kimsə açır, lakin bu bəlli deyil, yəni subyekti biz bilmirik. Vurğu ilə bağlı bu il bilirsiniz ki, imtahana suallar düşməyəcək, lakin bunu bilmək sizin üçün faydalıdır. Düzəldin sözündə vurğu ikinci hecaya düşərsə, hansı fikir doğru olar? Əgər istəsəz, yenə də bu sualı boş buraxa bilərsiniz. Bu söz iki cür təhlil oluna bilir. Düz, sözün kökü, əl, bilirsiniz də, əl şəkilçisi adlara qoşulur, burada düz sifətinə qoşulub. Düzəlmək, düzəltmək, bu sait gəldiyi üçün d-yə keçəcək sonradan. İndə feilin əmr şəklini bildirəcək. Bir də ola bilər ki, düz yenə sözün kökü, əl leksik, di şühudi keçmiş, n-da şəxs sonluğu. Bu zamanda bu feilin xəbər şəklində düşünüləcək. Bizə deyir ki, vurğu ikinci hecaya düşərsə, yəni əlin üzərinə düşərsə. Əvvəla, vurğu sona düşsəydi, yəni dinin üzərinə düşsəydi, bu feilin xəbər şəkli olardı. Çünki di şühudi keçmiş şəkilçisi vurğu qəbul edə bilir. Bunun üçün əlin üzərinə düşməyə ehtiyac yoxdur. Deməli, bu versiya deyil. Deyək, düzəldin sözü olacaq bu. Əlin üzərinə əgər vurğu düşürsə, deməli, bu feilin əmr şəklindədir. Siz düzəldin. İkinci şəxsin cəmində vurğu əvvəllə gedir. Xəbər şəklində hesab edilmir əmr olar. Tərkibində iki leksik var. Bəli, əl və t. Sonradan sait gəldiyi üçün d-yə keçən. Feildən düzələn feil olar. Bir söz nədən düzəlib bilmək istəyiriksə, ən son leksiki silirəm və düzəlmək feilindən düzəlib. Tərkibində şəxs sonluğu olmaz. Bu səhvdir. İn burada şəxs sonluğudur. 2, 3, 4. Doğru cavab D variantı. Hansı cərgədə feillərdən biri qayıdış, digəri məchul növdədir? Gəlin bunu bir-bir qeyd edək. Deyirəm ki, məsələn, məktub göndərildi. Bu olacaq nə? Göndərildi, nə məktub? Şəkilçisi var. Obyektimiz mübtəda vəzifəsindədir. Məchul növdə. Söz deyildi. Kim tərəfindən? Bəlli deyil. Və bu da yenə də məchul. Baxıldı. Deyirəm ki, məsələyə baxıldı. Bu feilin şəxssiz növü olacaq və yaxud da problemlərə diqqətlə yanaşıldı. Yenə də feilin şəxssiz növü olacaq. Göründü və görüldü. Deyirsən ki, dağ göründü. Bu qayıdış hesab olunur. Bir də deyirsən ki, məsələn, dağ görüldü. Dağ göründü deyəndə dağ özü görünür. Amma dağ görüldü deyəndə artıq kimsə tərəfindən görülür. Yəni, mən baxıram, görmüş oluram və bu görülmüş olur. Mən tərəfdən görülmüş olur.
Ona görə də iki cür düşünülə bilər. Cavabımız C. Qanadlandı sözünə diqqətlə baxsaq, görə bilərik ki, ümumiyyətlə orada qanad sözün kökü lan leksikdir. Yəni, heç bir növ şəkilçisi yoxdur və nəticədə məlum çatdırıldı, çatmaq, çatdırmaq, çatdırılmaq, çatdırıldı. Bu da olacaq yenə də məhsul. Ona görə ki, məsələn, deyirsən ki, sifariş çatdırıldı. Kimsə tərəfindən edilib, biz bilmirik. Deyildi və değişdi. Deməli, deməkdən deyilmək deyildi, deməkdən değişmək değişdi. Değişdi, qarşı-qarşıya edilən bir hərəkətdir, değişmək. Məsələn, aşıqların değişməsi. Göstərək. Fikir verin. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək mənası var. Bir də şeirlə yarışmaq, aşıqların değişməsi. Bu qarşı-qarşıya edildiyi üçün qarşılıq növ götürə bilərik. Söz deyildi desəm, buradakı kimi onu məchul götürmək olar. Tünd qara hərflərlə yazılmış feillər əsasında klasteri tamamlayan fikri müəyyən edin. Ürəyi fərəhlə dolur, amma buna hələ də inanmırdı. Burada ur zaman şəkilçisidir, indiki zaman, burada mı inkar, ır zaman, dı isə hissəcikdir. Təsdiqdədir. Bu inkardadır, bu təsdiqdədir, bu səhv. Müxtəlif zamanlardadır, xeyr, ikisində də ır, ir, ur, ür var, indiki zaman. Məlum növdə olmağı düzdür, çünki heç birində növ şəkilçisi yoxdur, ikisi də məlum. İnkardadır. Bu inkardadır, bu yox. Şəxs şəkilçisi ixtisar olunub. İnanmırdı sözündə və dolur sözündə şəxs şəkilçisi ixtisarından danışmırıq. Məsələn, dolur sözündə dolurdu, idi hissəciyinin ixtisarından danışa bilərsiniz. Altından xətt çəkilmiş ifadələr əsasında uyğunluq. Az danışan adam məqsədinə boşboğazdan tez çatır. Danışan sözü feili sifətdir. Tez çatırda çat sözün kökü ır zaman. Şəxsə kəmiyyətə görə dəyişməmək düzdür. Feilin təsriflənməyən formaları dəyişmir. Qarşılıq birgəlik növdədir, səhvdir. Qarşılıq birgəlik növü şəkilçisi ış, iş, uş, üşdür. Burada danış sözün köküdür. Iş şəkilçisi yoxdur. İkilər düzün altından yazıb onu silə bilərsiniz. Xəbər şəklindədir. Bilirsiniz ki, məsdər feili, sifət, feili bağlama feilin şəklində ola bilmir. Çünki onlar təsriflənməyən feil olaraq götürülür. 1-4 olan variantı saxlayıram. İkinci nümunəyə yazıb əmr şəklindədir. Bu səhvdir. Orada əgər ır zamandırsa, bu feilin xəbər şəklində olmalıydı. Şəxs sonluğu ilə işlənib, orada ır zaman var, heç bir şəxs sonluğu yoxdur. Yanlışdır, yanlışın altından yazıb. 1-4-5 doğru cavabımız olacaq. Cümlədəki feilin morfoloji təhlili ilə bağlı deyil. Bu bağlamanı qardaşına çatdır. Nə et? Feilin əmr şəklindədir gördüyünüz kimi. İkinci şəxsin təkindədir, şəkilçisiz işlənib, dır leksik şəkilçisi xaric. Qrammatik şəkilçisi qəbul etməyib, məlumdadır, düzəltmədir, əmr şəklindədir. Dır şəxs şəkilçisi deyil. Dır şəxs şəkilçisi olanda qrammatik olur. Dır burada feil düzəldən leksik şəkilçisidir. Sxemdəki hansı sözlərin yeri dəyişdirilsə, yol verilmiş səhv düzələr. Feilin iki müxtəlif şəklində başa düşülən sözdür. Bəli, bunları gəlin bir-bir təhlil edək, bu imtahana da düşür. Dilimizdə var bitir sözü. Deyirəm ki, dağlarda lalələr bitir. Bu zaman nə edir sualına cavab verir və feilin xəbər şəklində olur, çünki ir olur zaman şəkilçisi. Deyirəm ki, bunu iç, bitir. Nə et sualına cavab verir, ir leksik şəkilçi olur və bu da sən bitir dediyim üçün feilin əmr şəklində olur. Keçirdi nümunəsi. Deyirəm ki, validə yolu keçirdi, nə edirdi? Ir zaman, di hissəcik. Gördüyünüz kimi bu nə olur? Feilin xəbər şəkli. Bir də deyirəm ki, validə uşağı yoldan keçirdi. Bu zaman nə etdi sualına cavab verir. Ir leksik olur, di zaman olur. Birində irdi zaman, birində didi zaman. Birində indiki zaman, birində keçmiş zaman. Amma hər bir halda feilin müxtəlif yox, eyni şəklində düşünülür. Yəni, keçirdi nümunəsini iki cür düşünsəniz də, siz onu nə edə bilməzsiniz? Əlbəttə ki, başqa nümunə kimi, yəni başqa bir şəkildəki kimi götürə bilmirsiniz. Hər bir halda feilin xəbər şəklindədir. Deməli, bunu bu tərəfə köçürmək lazım. Gözlədim nümunəsini təhlil edək.
Digər nümunəmiz gözlədim nümunəsi. Mən sizi çox gözlədim. Bu zaman sual olacaq, nə etdim, gözlədim. Di, şühudi keçmiş zaman, mı şəxs sonluğu, feilin xəbər şəklində. Bir də deyirəm ki, mən onları gözlədim, ağılları başlarına gəlsin. Bu zaman yenə lə leksik, amma burada artıq şühudi olmur. T, yəni feil düzəldən şəkilçi. T, sonradan o sait gəldiyinə görə D-yə keçəcək. T, D və im şəxs sonluğu. Və bu zamanda feilin nə şəklində olacaq? Əlbəttə ki, əmr şəklində olacaq. Davam edirəm. Feilin bir şəklində düşünülən sözdür. Baxıldı sözündə ıl leksik, d həmişə şühudi olur, başqa cür düşünmək olmur. Çıxararsa sözündə çıx sözün kökü ar, leksik, ikinci ar, zaman, o birisi sadə hissəcikdir, başqa cür düşünmək olmur. Köçürsə nümunəsində deyirəm ki, o yazısını köçürsə 5 alacaq. Bir də deyirəm ki, o bu evdən köçürsə biz ona kömək edərik. Biz ona kömək edək. Belə deyək də. O yazısını köçürsə, nə etsə, ür, leksik, sə, nə olacaq? Şərtdir. Leksikdən sonra qoşulduğuna görə feilin şərt şəkli, sasə. O bu evdən köçürsə, nə edirsə, bu zaman isə gördüyünüz kimi ir zaman olur, sə hissəcik olur. Feilin xəbər şəkli. Gördüyünüz kimi iki cür düşünülə bilir. Deməli, mən nə etməliyəm? 5-i də bu tərəfə keçirməliyəm. 2-5 D variantı. Zərf işləmiş cümləni müəyyən edin. Sən gərək belə danışmayaydın. Sən əvəzlik, gərək arzu ədatı belə sözü zərfə əvəz eləmiş. Əvəzlikdir, zərf deyil. Danışmaq feil. Yeni sifət, şagird isim, necə, sual əvəzliyi, oxumaq feil. Yolu isim, tələsə-tələsə feili bağlama, keçdi feil. O, əvəzlik, hələ də. Burada hələ nümunəsi zaman zərfidir. Deyim, feil ki, bağlayıcı, sən əvəzlik, yaxşı ki, modal söz, iclas isim, aparırdım feil. Yanlış fikir müəyyən edin. Məqsədim oxumaqdır cümləsində feil xəbər şəklindədir. Oxumaqdır nə məqsədim? Feil nə zaman xəbər şəklində olur? Zaman şəkilçisi qəbul edəndə. Məsdər işlənib burada, düzdürmü? Burada dır xəbəri şəkilçisi var. Amma feil xəbər şəklində deyil. Ona görə ki, orada zaman şəkilçisi yoxdur. Heç məsdər zaman şəkilçisi qəbul edə də bilmir. Zərf feilə aid olmaya da bilər. Bəli, məsələn, belə bir cümlə yazıram. Deyirəm ki, bugün yaman istidir. Yaman ifadəsi burada məsələn tərz hərəkət kimi isti əlamətini izah edir. Ümumiyyətlə zərfin tərifinə baxsaz görərsiniz ki, zərf yeri gələndə hərəkəti, yeri gələndə əlaməti, sifətləri izah edə bilir. Məsdər formasında olan feilin inkarı deyil sözü ilə yarana bilər. Bəli, məqsədim oxumaqdır və ya oxumaq deyil deyə bilərsiniz. Davam edirəm. Feili bağlama zaman məzmunu bildirir. Bəli, məsələn, deyirəm, gələndə çörək al. Nə zaman? Amma zamana görə dəyişmir. Düzdür, feilin təsriflənməyən formaları zamana görə dəyişmir. Məsdər özündən əvvəlki sözlərlə əlaqəyə girərək birləşmə əmələ gətirir. Bu həm məsdərə, həm feili sifətə, həm feili bağlamaya aiddir. Bilirsiniz ki, uşaqlar, bu ifadələr tərkib əmələ gətirir. Və tərkib əmələ gətirirsə, deməli, özündən əvvəlki sözlə sintaktik əlaqəyə girməlidir və bunun nəticəsində bunu etməlidir. Hansı nümunələrdə zərf işlənməyib? Qışdan sonra yaz gələcək, qış yaz isim, sonra qoşma, gəlmək feil yoxdur. Bura yer zərfi sil. Gümüşü saçlarını səhər küləyi darayırdı. Gümüşü sifət, saç isim, səhər isim, külək isim, daramaq feil. Çox bilib az danışmaq məsləhətdir. Çox və az kəmiyyət zərfi. Ömər xüsusi isim, dayanmadan feili bağlama, gülmək feil. 1, 3, 5. Ümid edirəm ki, qrammatika sualları aydın oldu. İndi gəlin mətn tapşırığımıza keçid edək.
Cənab William Johnson günlərin birində sırf işgüzar səbəblərdən Şimali Amerikanın Moqauk qəbiləsindən olan bir hindu qızı ilə evləndi. O, Britaniya hökumətinin fərmanı ilə həmin hinduların işləri üzrə ali idarəçi təyin olunandan sonra arvadının qohumları arasında vəhşi təbiətin qoynunda məskunlaşmağa tələsdi. Cənab Williamın çox geniş planları var idi. Qəbilədə yeni üzvü maraqla qarşıladılar, hamı yığışdı, canlı müzakirələr başladı. Moqaukların başçısı yeni qəbilə üzvünü, yəni qəbilə üzvünün üzr istəyirəm. Moqaukların başçısı yeni qəbilə üzvünü hinduların yerli adət-ənənələri, inancları ilə tanış etdi. Bu inanclarda əsas yerlərdən birini gələcəkdən xəbər verən yuxular tuturdu. Həmin məlumat cənab Williama maraqlı gəldi və o bunu nəzərə almağa qərar verdi. Ertəsi gün Moqaukların başçısı Williama bildirdi ki, ötən gecə yuxuda Böyük Britaniya kralının ona gözəl bir qırmızı plaş bağışladığını görüb. Cənab William bu fikri təntənə ilə qəbul etdi və sevincək dedi ki, sənin yuxun həyatda reallaşacaq. Həqiqətən də səhəri gün qırmızı plaş başçıya təqdim edildi. Cənab William hədiyyənin başçının xoşuna gəldiyini görüb dedi. Mən də yuxu görmüşəm. Yuxuda gördüm ki, Moqauk qəbiləsinin hörmətli başçısı mənə 5000 hektar münbit torpaq bağışlayır. Sənin yuxun gerçəkləşəcək deyə qəbilə başçısı cavab verdi. Bir gün sonra hinduların ali qəyyumu cənab William torpaq sahibi oldu. Moqaukların yabanı bitkilər bitən münbit torpağı hələ də kifayət qədər çox idi. Ancaq başçı daha öz yuxularına görə Williama müraciət etmirdi. Williamın günləri standart formada davam edir, planları həyata keçmirdi. Cənab William hadisələri tezləşdirmək qərarına gəldi və bir axşam özü başçının yanına getdi. Yaxşı, bugün yuxuda nə görmüşsən? Deyə soruşdu. Heç nə. Qəbilə başçısı cavab verdi. Bu gecə mən sakit yatmışam. Ola bilməz. Cənab William narahat oldu. Bütün insanlar mütləq yuxu görürlər. Ola bilər, başçı soyuq tərzdə cavab verdi. Amma mən sənin üçün bir daha yuxu görməyəcəm. Çünki mənim yuxularımla müqayisədə sənin yuxularının əhatə dairəsi çox genişdir. Ümid edirəm ki, uşaqlar mətni anladınız. Deməli, burada William adlı şəxs həm evliliyi bir növ kağız üstündədir, sevib evlənməyib necə deyərlər, həm də ki, burada Moqauklardan istifadə edir. Bu yazıq dedi ki, mən yuxu görmüşəm ki, sizin başçı mənə nə verir? Qırmızı plaş və getdi aldı. Baha bir şey deyil bu. Amma bu dedi ki, mən də yuxuda görmüşəm ki, sən mənə 5000 hektar torpaq verirsən. Əlbəttə, biz onun planı olduğunu düşünə bilərik. Çünki Williamın bu evlilikdə məqsədi işgüzar idi, araşdırırdı, öyrənirdi, sevgidən evlənməmişdi. Sevgi ilə evlənən adam belə hərəkətmi edər? Və sən görürsən ki, burada onun günləri standart keçir və planları suya düşüb, həyata keçmir və gəlir tezləşdirmək üçün nə edir? De görüm, nə yuxu görmüsən? Qoy o desin, sonra William da yenə Allah bilir neçə hektar torpaq istəyəcək. Və nəticədə qəbilə başçısı ağıllı davranaraq deyir ki, bəs mən yuxu görməmişəm, həm də ki, mənim yuxularım balacadır, səninkilər genişdir. Mətn əsasında hansı sualın cavabını müəyyən etmək olmaz? Hansı məlumat cənab Williamın diqqətinə səbəb olmuşdu? Burada gələcəkdən xəbər verən yuxular və həmin məlumat cənab Williama maraqlı gəldi. Qəbilə başçısı nə üçün daha yuxu görməyəcəyini dedi. Özü deyir ki, çünki mənim yuxularımla müqayisədə sənin yuxularının əhatə dairəsi genişdir. William aldığı torpaqdan hansı məqsədlər üçün istifadə edirdi? Artıq biz bunu mətndə bilmirik. Orada kənd təsərrüfatı üçünmü istifadə edir? Nəsə əkəcəkmi, yoxsa başqasına mı satacaq? Hardan bilək? Yuxu barədə məlumatı olana qədər Williamın planları vardımı? Belə deyə bilərik. Deyir ki, işgüzar səbəblərdən Moqauk qəbiləsindən olan hindu qızı ilə evləndi və deyir ki, vəhşi təbiətin qoynunda məskunlaşmağa tələsdi. Cənab Williamın çox geniş planları var idi. Deməli, bu biraz mənfəət güdən adamdır. Ona lazımdır torpaq, var dövlət, pul gələn yer.
Qırmızı plaşın qəbilə başçısına verilməsinin səbəbkarı kim idi? Əlbəttə ki, biz görürük ki, ötən gecə o görüb ki, Böyük Britaniya kralının ona gözəl bir qırmızı plaş bağışlamasını. Amma biz görürük ki, cənab William da bunu sevincək qəbul etdi. Getdi hardansa bir plaş tapdı və ona təqdim elədi. Yəni səbəbkar Williamın özüdür. Cənab Williamla Mogakların başçısını müqayisə edib düzgün fikir seçməliyik. Yuxu gördüyünü iddia edir. Hər ikisi yuxu görmüşdü. Ona görə də bir səhv yerdədir. Bir olanları rahatlıqla silin. Hinduların işləri üzrə ali idarəçidir. Bəli, bunu hardan bilirik? Burada belə bir fikir var. Gəlin baxaq onu tapaq. Aha, deyir ki, Hinduların ali qəyyumu cənab William. Deməli 2 düz. Verdiyi hədiyyəyə görə məmnun idi. Verdiyi hədiyyə nə idi? Qırmızı plaş. Cənab William məmnun idi. Amma Mogakların başçısı 5000 hektar torpaqdan sonra məmnun imişmi? Xeyr, məmnun deyilmiş. Narazı qalıbmış, amma bildirməyibmiş. İlk təklifi qəbul edir. Bəli, yuxudakı biri qırmızı plaş təklifini, o birisi də 5000 hektarı təklifini qəbul edir. Ona geyim əşyası bağışlanılır, bu da düzdür. Britaniya kralı ilə dost olmaq istəyirdi. Bizim məqsədimiz burada budurmu? Xeyr. Yəni burada biz görürük ki, Britaniya kralının adı ümumi gedir. Deyir, ertəsi gün Mogakların başçısı deyir, ertəsi gün deyir ki, bəs yuxuda Böyük Britaniya kralının ona qırmızı bir plaş bağışladığını görüb. Amma daha dost olacağıq, biz yaxın olacağıq, yaxınlaşacağıq. Belə bir fikir yoxdur. Mətnə əsasən yanlış fikri müəyyən edin. Hinduların özünə məxsus adətləri var idi. Bəli, bu barədə mətndə danışır. Yerli adət-ənənələri, inancları var idi və onunla tanış eləyirlər Williamı. Deyir, Hindular gələcəkdən xəbər verilməsini inanırdılar. Bəli, yuxu məsələsində. Hindular qonaqla soyuq davrana bilirdilər. Bəli, deyir, başçı soyuq tərzdə cavab verdi. Görür ki, da bu qonaq onlardan istifadə edir, ona görə də belə edir. Cənab William mənfəətini güdən şəxs idi. Mənfəətini güdən nədir? Yəni, öz xeyrinə olan şeyləri fikirləşirdi ancaq. William Britaniya hökuməti naminə ailə qurmuşdu. Burada Williamın şəxsi planlarından danışır. Amma demir ki, məsələn, Britaniya hökumətinin fərmanı ilə həmin hinduların işləri üzrə ali idarəçi təyin olunubdu. Ancaq ki, biz burada görmürük ki, Britaniya hökuməti naminə ailə qurub. Yəni Britaniya hökuməti deyib ki, buna get ailə qur. Sadəcə olaraq oranın başçısı təyin edibdi, bu da evlənmişdi. Öz şəxsi maraqları da, planları da var idi. Mətndə tünd qara hərflərlə verilmiş sözün qarşılığı əvvəlində hansı işarə qoyulmuş sözdür? Tünd qara hərflərlə verilmiş ifadəmiz nədir? Vəhşi təbiətin qoynuna. Vəhşi yerli demək olmaz. Yerli orada yaşayan əhalidir. İşgüzar heç demək olmaz. İşgüzar işlə məşğul olan adama deyilir. Yabanı, hə, artıq yabanı sözünü demək olar. Baxın. Yabanı görün nə deməkdir? Çöldə öz başına bitən, vəhşi və ya əhilləşdirilməmiş vəhşi yırtıcı mənasına gəlir. Yəni, üçbucaq olanı biz seçməliyik ki, vəhşi sözünün qarşılığı odur. Mətnin giriş hissəsinə aid olan plan bəndini müəyyən edin. Giriş hissəmiz ilk abzasımızı əhatə edir. Yəni, bu hissəni baxaq. Yeni məskən. Elə cavabımız A-dır. Yeni məskən buradadır. Deyir ki, o bu işə təyin olunandan sonra arvadının qohumları arasında vəhşi təbiətin qoynunda məskunlaşmağa tələsdi. Və onun yeni məskəni haradır? Arvadının olduğu yer. Deməli, bu var. Soyuq cavab mətnin nəticə hissəsindədir. Qarşılıqlı təklif bu yuxu məsələsinin olduğu əsas hissəyə aid ola bilər. Narahatlıq. Narahatlığı biz Mogakların başçısına deyə bilərik. Çünki o narahat idi ki, bu yenə gələcək və deyək ki, bahalı şeylər istəyəcək. Gözlənilməz cavab da yenə Mogakların başçısının bu nəticədə verdiyi cavabdır. Üzərində rəqəm yazılmış hansı ifadələr məcazidir? Baxaq. Birinci ifadəmiz.
Tələsmək, insanın tələsməsindən danışır, bu həqiqidir. Xəbər verən, kitab verən, dəftər verən, əldən nəyisə ötürməkdən danışırsa, bu nədir uşaqlar? Həqiqi, amma xəbər verən məcazidir. Williama bildirdi. Moqakların başçısı bildirdi, yəni xəbər verdi. İnsanın kiməsə nəsə bildirməsi həqiqidir. Daha sonra torpaq bağışlayır. Bağışlayır ifadəsi hədiyyə etmək mənasında işlənibdir. Burada düz fikirdir. Qərara gəlməkdəki gəlmək ifadəsi xüsusən məcazi daşıyır. Qərara gəlmək bir məcazi ifadədir. Evə gəlmək, məktəbə gəlmək, filan yerə gəlmək olsaydı həqiqi olardı. Əvvəlində Roma rəqəmi yazılmış ifadələr əsasında müəyyən edin. Canlı müzakirələr. İkinci ifadəmiz nədir? Üçüncü standart. Bura yazaq standart. Canlı müzakirələr. Standart sözü necə işlənib? Standart formada davam edir. Günlərin standart, yəni adi keçməsindən danışır. O birisi də hektardır. Ölçü vahididir. Canlı, şablon orijinallıqdan uzaq mənasındadır. Bəli, adi günlər üzr istəyirəm. Canlı sözünə yox, bunu standart sözünə yazmaq olar. Həqiqətən də standart gün, yəni şablon, orijinallıqdan uzaq, sadə, o qədər də maraqlı deyil. Sahənin ölçü vahidi hektardır. Yeni fərqli şəkildə bunlardan heç biri yeni fərqli sayılmaz. Uzunluq vahidi, uzunluq vahidləri uşaqlar. Hektar deyil, hektar sahənin ölçü vahididir. Fəal mənasındadır. Canlı müzakirə, fəal müzakirə, aktiv müzakirə deyə bilərik. B, A cavabımız C variantı. Deyir, mətnə əsasən cədvəldə uyğun fikirləri tapmalıyıq. Doğrudur, yanlışdır. William öz məqsədinə hiyləgərliklə nail olmağa çalışırdı. Bəli, yuxu görməsə belə gəlib yalandan mən filan şey görmüşəm deyə bilərdi. Williamın arvadı qəbilə başçısının bacısı idi. Xeyr, belə bir bilgi mətndə yoxdur. Qəbilə başçısı Williamın yuxusundan narazı qalmışdı. Bəli, özü dilə gətirir ki, sənin yuxuların biraz adama od qoyur. Yanlışın altından yanlış götürməliyik. William qəbiləyə gəlməsindən peşman oldu. Belə bir peşmanlıqdan danışmır mətndə. Williamın öz vətəni fərqli qitədə idi. Bu düz fikirdir. Bunu hardan bildik? Şimali Amerikanın qəbiləsinə köçür. Britaniya hökuməti. Görürük ki, bu bir növ Britaniyadan, yəni Avropa qitəsindən gəlib və Amerikaya doğru gedib və nəticə itibarilə fərqli qitədə olduğunu deyə bilərik. 1, 3, 4 cavabımız B variantı olacaq. Deyir ki, William Johnson obrazı haqqında cədvəli tamamlayın. Xarakteri xüsusiyyəti nədir? Mənfəətini düşünəndir. Yəni, öz cibini düşünür, öz faydasını düşünür. Həmin xüsusiyyətin təzahür etdiyi məqam nədir? Məsələn, yaza bilərsən ki, yuxu gördüyünü iddia edərək torpaq sahəsi əldə edir və ya yuxularla bağlı inancdan sui-istifadə etmək niyyətindədir. Yəni, yalanla. Mətnə əsasən verilmiş fikri təsdiq edən cümlələrlə cədvəli tamamlayın. Qəbilə başçısı naşı adam deyildi. Naşı ifadəsini bilməyən şagird bu cümləni yaza bilməz. Naşı nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan, püxtələşməmiş qeyri-kamil. Yəni, qəbilə başçısı təcrübəsiz deyil. William kimi 50 nəfəri bəlkə də yola salır. Deyə bilərsiniz ki, Williamın məqsədini başa düşərək daha yuxulardan söz açmır və ağıllı hərəkət edir. Həqiqətən də bu onun saf biri olduğunu deyil, ağıllı biri olduğunu sübut edir. Davam edək, telefonun maraqlı tarixi mətni ilə. Artıq gündəlik həyatımızın bir parçasına çevrilmiş, əksəriyyətimizin evində olan və hətta cibimizdə belə gəzdirdiyimiz telefonların maraqlı bir tarixçəsi var. Almaniyanın Friedrichsdorf şəhərindəki Karrar məktəbinin müəllimi Philip Reis qulağın eşitmə funksiyasını əks etdirən aparat düzəldir. O, telefon adlandırdığı bu aparatı 1861-ci ilin
oktyabrın 26-sında Frankfurt Fizika Cəmiyyətinin üzvləri qarşısında nümayiş etdirsə də, bu aparat xüsusi müvəffəqiyyət qazana bilmir. Mətbuatda bu barədə bir sıra tənqidi yazılar dərc olunur və jurnallardan biri həmin aparatı oyuncaq adlandırır. Lakin Philip Reis öz ixtirasının dəyərini yaxşı bilirdi. Ona görə də o, 15-20 ədəd belə telefon hazırlayır və onlardan bir neçəsini satmağa nail olur. Həmin nümunələrdən birini Şotlandiyanın Edinburgh Universitetində oxuyan İngilis mənşəli Amerikalı Alexander Graham Bell alır. Aparatla tanış olan Bell, işıq siqnallarını səslərə çevirən bir aparat hazırlamaq qərarına gəlir. O ümid edirdi ki, bununla kar uşaqların danışmağı öyrənmələrinə kömək edəcək. Lakin Bell, qazanc və sahibkarlıq hissinin hökm sürdüyü Boston şəhərinə qayıtdıqda dərk etdi ki, onun əlində zəngin bir xəzinə var. Bunun üçün o, sadəcə telefonu elmi aparatdan geniş istehlakçı dairəsini istifadə edə biləcəyi praktik aparata çevirməli idi. Beləliklə, 1876-cı ilin fevralın 14-də ABŞ-nin Boston Universitetinin professoru Alexander Graham Bell ilk telefon aparatını patentləşdirdi və bu patent əsasında 1877-ci ildə özünün Bell Telephone Company adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra, yəni 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağının əsası quruldu. Bellin ixtira etdiyi telefonda danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşdirildi. Bəs görəsən, alo sözü necə yaranıb? Bu söz Alexander Graham Bellin nişanlısı Alessandra Lolita Oswaldo'nun adının qısaldılmış şəklidir. Gəlin başlayaq ilk sualdan. Mətnə görə fikirlərdən biri doğrudur. Bell telefonun təkmilləşməsində heç bir iş görmədən ondan bəhrələnir. Yəni deyir ki, Philip Reisdən alır, ondan sonra elə onu başqalarına satmağa başlayır. Amma deyirik ki, burada aparatla tanış olan Bell işıq siqnallarını səslərə çevirən bir aparat hazırlamaq qərarına gəlir. Yəni üzərində işlər aparır, praktiki bir vəsaitə çevirməkdən ötürü. Biz desək ki, o heç bir iş görmür, başqasının əməyindən istifadə edir, düz olmaz axı. İxtira olunan aparatı Bell telefon adlandırır. Xeyr, telefon ifadəsini ilk dəfə işlədən Philip Reisdir. O öz deyək ki, aparatını belə adlandırmışdı. Karlar məktəbinin müəllimi işıq siqnallarını səsə çevirə bilir. İşıq siqnallarını səsə çevirmək Karlar məktəbinin müəllimi sayılan Philip Reisə yox, Alexander Graham Bell'ə aiddir. Bu da səhvdir. Bell çətin də olsa sonradan bir dəstəkli telefon yaradır. Burada Bellin ixtira etdiyi telefonda danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Amma deyir, sonralar bu iki funksiya bir dəstəkdə birləşdi. Amma uşaqlar bizə demir ki, bu iki deyək ki, dəstəyi birə çevirən Belldir ya başqa biridir. İlk telefon aparatını Boston Universitetinin professoru patentləşdirir. Bəli, Bell eyni zamanda ABŞ-nin Boston Universitetinin professorudur, yəni bu onun vəzifəsidir. Cavabımız E variantı. Mətn əsasında bu hadisənin dəqiq tarixini müəyyən etmək olmaz. Telefonun Frankfurt Fizika Cəmiyyətinin üzvləri qarşısında nümayiş etdirilməsi, bunun tarixi var. Bu barədə tariximiz 1861-ci ildir. Konkret var. Sonra deyir, Alexander Graham Bellin şirkət qurması, bunun da tarixi var. Deyir ki, 1877-ci ildə şirkətini qurdu. Davam edək. Bu da var, bu da var. Amerikada ilk telefon qovşağının qurulması, bəli, həm Amerikada, həm də Almaniyada qurulma tarixləri qeyd olunub. Bizə 1878 lazım idi. İlk telefon aparatının patentləşdirilməsi, bu da düzdür uşaqlar və deyir ki, 1876-cı ildə o ilk telefon aparatını patentləşdirir. Bir il sonra da onsuz şirkətini açır. Bellin Boston şəhərə qayıtmasının tarixi isə mətndə qeyd olunmur. Mətn əsasında hansı sualın cavabını müəyyən etmək olmaz. Karlar məktəbi Almaniyanın hansı şəhərində olub? Karlar məktəbi gördüyünüz kimi Almaniyanın Friedrichsdorf şəhərindəki Karlar məktəbi. Bu ifadəni görəndə biz görürük ki, bunun cavabı mətndə verilmişdir. Telefon aparatı ilk əvvəllər tənqidi olaraq nə adlandırılıb?
Filip Reisin düzəltdiyi qurğuya bir jurnallardan daha doğrusu birində nə deyiblər? Oyuncaq deyiblər və tənqid edilib. Bunun da cavabı gördüyünüz kimi var. Sonra səhv etmirəmsə bu sualda arxada cavab E çıxıb, istəyirəm E-dən yuxarı qalxım. Deyir, telefon insanlar arasında nə vaxtdan sürətlə yayılmağa başladı. Burada belə bir bilgi var. Deyir ki, Bell Telephone Company adlı şirkətini qurdu. Bu tarixdən etibarən, yəni 1877-dən etibarən insanlar arasında deyir, sürətlə yayılmağa başladı. Gördüyünüz kimi bunun cavabı mətndə var, amma cavabı E götürüblər. Bilmirəm, bəlkə də mən yanılıram, deyil, bəzi şeylər gözdən qaçıb, yenə də demək istədim. Filip Reis hazırladığı bütün telefonları sata bilirmi? Bunun da cavabı mətndə var. O 15-20 ədəd belə telefon hazırlayır, amma bir neçəsini satmağa nail olur. Bell və Filipin yeni aparata ilkin marağı nədən qaynaqlanır? Əvvəllər Bell istəyirdi ki, birinci istəyib ki, kar uşaqların danışmağı öyrənmələrinə kömək eləsin. Amma məsələn, Filip burada eşitmə funksiyasını əks etdirən aparat düzəldir. Yəni, onun da bir növ belə bir iş gördüyünü biz qeyd edə bilirik. Zənn edirəm ki, burada hər birinin cavabı var. İlkin maraq bu eşitmə funksiyası ilə bağlı olub. Yəni, çünki düzəldərkən onu nəzərə alıblarsa, deməli, maraqları odur. Ancaq ki, gördüyünüz kimi 23-cü sualda bir problem yaranıbdır. Siz də öz fikrinizi şərhlərdə bildirə bilərsiniz. Mətnə əsasən müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. 2 dəstəkli telefon aparatı yaratmaq burada qeyd olunan bilgidir. Ancaq nə Filip Reis, nə də Bellin adı verilib. Bir səhvdir ümumiyyətlə, bir olanları silə bilərsiniz. Qurğusu haqqında tənqidi yazılar olub. Bəli, ona oyuncaq deyiblər. Alexander Graham Bell ixtirası müsbət qarşılanmayıb. Bu Filip Reisə aiddir. Onun ixtirası tənqid olunub. Nişanlısının adını əbədiləşdirib. Alessandra Lolita Osvaldo Graham Bellin nişanlısıdır. Alo da oradan gəlir, düzdür. Hər ikisi üçün qurğu icad etmək deyə bilərik. 2, 4, 5 cavabımız A. Mətnə əsasən uyğunluq. Filip Reis kərlər üçün əlverişli aparat yaratmaq istəyib. Deməli, biz bunu nə götürə bilərik? Ehtimal kimi. Çünki orada eşitmə funksiyasını nə etmək istəyib? Deyir ki, qulağın eşitmə funksiyasını əks etdirən aparat düzəldir və Karlar məktəbinin müəllimidir. Amma konkret bu cümlə ağzından çıxmır ki, o, belə deyək də, karlar üçün bu aparatı yaradıb. Və bunu dim götürüb ehtimal kimi. Açığı mən də bunu konkret doğru kimi götürərdim. Çünki bu adam zaten karlar məktəbində dərs deyir, düzdürmü? Və nəticə itibarilə eşitmə funksiyasını dəstəkləyən aparat yaradır. Deməli, bu karlar üçündür də, yox. Almaniyada ilk telefon qovşağı Amerikadan 3 il sonra yaradılıb. 1878-də Amerikada, 81-də, yəni həqiqətən də 3 il sonra isə Almaniyada yaradılıb. B doğrudur. 19-cu əsrdə Almaniya və Şotlandiya arasında əlaqələr var idi. Bunu biz nə götürə bilərik? Ehtimal kimi. Niyə? Onu deyim. Filip Reis Almaniyadandır. Almaniyada dərs deyir. Bizim alimimiz də Şotlandiyanın Edinburgh Universitetində oxuyan İngilis mənşəli Graham Bell də məhz gedib ondan nə alıbdı? Bunu alıbdı. Deməli, bunlar arasında, yəni bu ölkələr arasında əlaqə var ki, bunlar bir-biri ilə görüşüb və müxtəlif vasitələrlə bunu əldə edib. Ehtimal etmək olar. Qəzetlərdən biri ilk telefonu oyuncaq adlandırır. Bax, burada qəzet yox, jurnal deməli idi. Qəzet və jurnal başqa-başqa şeylərdir. Və burada deyir ki, baxın, jurnallardan biri həmin aparatı oyuncaq adlandırır. Deməli, bu səhv. Karlar məktəbinin müəlliminin adının qısaldılmış forması Alyodur. Xeyr, Alyo Filip Reisin adı ilə bağlı deyil. Karlar məktəbinin müəllimi Filip Reisdir. O, Graham Bellin nişanlısının adıydı. B, D, E, A, C. Mətnin məzmununa uyğun olmayan fikir. Bəzi qurğular zaman keçdikcə təkmilləşir. Bəli, məsələn, telefon. Filip Reisin əlində, Graham Bellin əlində və indiki zamanda get-gedə fərqlənir. Mətnin məzmununa uyğundur. Elə telefon dəstəkləri olub ki, onların qulaq asmaq funksiyası olmayıb. Bəli, 2 telefon dəstəyi olubdur. Alexander Graham Bell birini eşitmə, birini isə danışma üçün. Danışma üçün olanda qulaq asmaq funksiyası yoxdur. Eşitmə üçün olanda isə danışmaq funksiyası yoxdur. Bəzi icadlar sonradan cibdə gəzdirilib. Mətndə deyə bilərsiniz ki, müəllim, bu məlumat yoxdur.
Amma məzmundan uyğundur. Məsələn, indiki telefonlar cibdə gəzirilir. Bir qitədə yaşayan şəxs başqa qitədə təhsil ala bilir. Bilirsiniz ki, Graham Bell ABŞ-nin Boston Universitetinin professorudur. Yəni Amerika Birləşmiş Ştatları, Amerika başqa bir qitədir. Eyni zamanda o harda təhsil almışdı, baxın. Edinburgh Universiteti, yəni Şotlandiyada. Şotlandiya isə Avropa qitəsindədir. Biri Amerika qitəsi, biri Avropa qitəsi. Olar. Hadisələr bir ölkədə baş verir. Xeyr, Almaniyada, Amerikada, müəyyən hissəsi Şotlandiyada. Mətndə üzərində rəqəm yazılmış sözlərin mənası harda düzgün verilib. Birinci ifadəmiz deməli funksiyadır. Qulağın eşitmə funksiyası, yəni vəzifələrdən danışır, funksiyadan danışır. İkinci isə tənqididir. Burada funksiyanı riyazi termin kimi verib. Xeyr, düzdür, funksiya riyazi termin ola bilər, amma mətndə riyazi termin olan funksiyadan danışmır. Hansısa məsələnin geniş şəkildə izahı təbliğ edici şərhi. Bu təbliğ adlanır, tənqid adlanmır. Mətndə təbliğ verib sənə. Sonra patent sözü var, bir də istehlakçı var. Görək onlar düzmü yazılıb? 3. Hər hansı istehsalat məhsulundan istifadə edən şəxs istehlakçı, ixtiranı təsdiq edən şəhadətnamə, patent. 3-4 düzdür. Mətndə işarəsinin yerinə bərpa olunsa, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Bu hissədə biz görürük ki, o deyir ki, sadəcə elmi aparatı yox, hamının istifadə edə biləcəyi praktiki aparata çevirməli idi və beləliklə o buna nail olur, ilk telefon aparatını patentləşdirir. Nə deyə bilərik o aralığa? Deyə bilərik ki, səylərinə baxmayaraq uğursuzluqla nəticələnir. Uğursuz olsaydı o patentləşdirməzdi. Gərgin işdən və çalışmalardan sonra o buna nail oldu. Bu düzgündür. Ora qoyursan, çünki sonra gedib patentləşdirib, hətta şirkət açıb. Qurduğu şirkətin əməkdaşları bu işdə ona dəstək oldular. Hələ o vaxt şirkət qurmamışdı. Birinci patent alır, sonra şirkət qurur. Karlar məktəbi üçün əhəmiyyətli nəticə əldə edildi. Karlar məktəbi üçün çalışmayıbdı o. Philip Reis çalışıb, Graham yox. Mətbuatın yazdığı fikirlərə əhəmiyyət vermirdi. Bu, Philip Reisə aid fikir ola bilər. Bell telefonu elmi aparatdan geniş istehlakçı dairəsini istifadə edəcəyi praktik aparata çevirir. Səbəb nədir? Gəlir Boston şəhərinə, baxın o cümlə buradadır. Elmi aparatdan daha praktik aparata çevirir. Boston şəhərinə qayıdanda birinci istəyirdi ki, deyək ki, kar uşaqların danışmağı öyrənmələrinə kömək eləsin. Amma Boston şəhərinə qaydanda gördü ki, onun əlində zəngin xəzinə var. Yəni, pul bir növ onun gözünü tutur. Və siz səbəbə yaza bilərsiniz ki, Boston şəhərinə qayıtdıqdan sonra əlindəki cihazın dəyərini anlayır. Ona görə də onu hamının istifadə edə biləcəyi alətə çevirmək istəyir. 19-cu əsrdə Avropada elmi mərkəzlər var. Bunu təsdiq edən fakt, əlbəttə ki, Frankfurt Fizika Cəmiyyətinin üzvləri. Bu cəmiyyəti demək olar. Yaza bilərsiniz ki, Philip Reis öz ixtirasını Frankfurt Fizika Cəmiyyətinə təqdim eləmişdi. Və bununla da sübut elədiniz ki, bu əsrdə nə var imiş? Hətta tarixi də yazaq. Yazın 1861-də. Orada yazıb 19-cu əsr. Tarixi də isbat edək. Yəni yazın ki, 1861-ci ildə Philip Reis öz ixtirasını Frankfurt Fizika Cəmiyyətinə təqdim edir. Bu qədər sadə, bəyənmək yaddan çıxmaz.